Salam əziz abituriyentlər, video dərsimizə xoş gəldiniz. Bu video dərsimizdə 11-ci siniflər üçün buraxılış imtahanında düşən sualları izah edəcəyik. İzahdan əvvəl bunu da qeyd edim ki, imtahan qabağı bu formada çoxluca imtahan kitabçaları işləmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz həm əyani, həm də onlayn şəkildə keçirilir. Dərslərimizə qoşulmaq istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərlər. Demək olar ki, imtahanların vaxtına təxminən 5 həftə qalıb. Yəni, təxminən 1 ay 10 gün qalıb. Biz bu son 1 ay ərzində ancaq imtahan kitabçaları işlədirik. 2020-ci ildən 2025-ə qədər düşən imtahan kitabçalarıdır. Təxminən 30-a yaxın imtahan kitabçasıdır. Bu 1 ay ərzində hər gün bir imtahan kitabçası işləsəniz, imtahana qədər 30 dənə imtahan kitabçası işləmiş olarsınız. Bu da sizə imtahan qabağı həm bütün mövzuları təkrarlamış olarsınız, həm də bilmədiyiniz mövzuları öyrənə bilərsiniz. Buna görə dərslərimizə qoşulmaq istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərlər. İndi isə keçək sualları izah edək. Birinci sual. AOB bucağında bir dənə AOB bucağı çəkək. OC təmböləndir. Yəni, bucağın təpəsindən OC təmböləni çəkilib. COB 30 dərəcədir. COB. Bura 30 dərəcədir. Təmbölən dediyi üçün burada 30 dərəcə olacaq. Çünki təmbölən bucağı yarıya bölür. AOB bucağını soruşur bizdən. AOB. Yəni, bu bucağı soruşur bizdən. Bu da olacaq 60 dərəcə. Cavab oldu A bəndi. İkinci sual. A və B çoxluqları üçün N-a bərabərdir 7, MB bərabər 4 olarsa, A ilə B-nin kəsməsinin ən böyük qiymətini tapın. Yəni, elementin sayını soruşur. Kəsişmə ən böyük qiymət alması üçün B çoxluğu A çoxluğunun alt çoxluğu olmalı. Çünki B-də 4 dənə element var, A-da 7 dənə, ona görə az elementin sayı çox elementin sayının alt çoxluğu olmalıdır. Onu da belə çəkirik. Tutaq ki, bu B çoxluğudur. 4 dənə elementi var. A çoxluğunu da belə çəkirik. A-nın da 7 elementi var. 4-ü B ilə ortaqdırsa, 3 dənəsi də fərqli olmalıdır. Deməli, burada A ilə B-nin kəsişməsinin ən böyük qiymətini tapın soruşur. Yəni, demək istəyir ki, kəsişmənin ən çox elementin sayın, N sayı deməkdir. Cavab oldu 4 dənə. B bəndi. İkinci sualda. Üçüncü sual. Silindrin diametri 16, hündürlüyü 8 olarsa həcmini tapın. Bir dənə buradan silindir çəkək. Tutaq ki, bu hər hansı bir silindirdir. Silindrin diametri, baxın, bu oturacaqdır. Bu oturacaq dairədir. Dairənin diametri 16, sonda onun radiusu neçə olacaq? Yarıya bölünür də, bura radiusdur. Bax, burada radiusdur. Buradan da çəkək. Bu da radiusdur, bu da radiusdur. Burada hündürlüydür. H. Deməli, silindrin diametri 16-dırsa, demək istəyir ki, oturacağının diametri 16-dırsa, onda 16-nı da 2-yə böləndə, çünki çevrənin diametri 2 deyil, bunun oturacağı dairədir, dairənin də halqası çevrədir. Yəni, həm dairənin diametri, həm də çevrənin diametri fərqi yoxdur, 2 yerdir. Buradan da bu diametri 16 veribsə, 16-nı 2 yerə bərabər eləndə radius neçə olur? 8. Deməli, bu radius 8 oldu. Yəni, bunlar 8 oldu. 8, 8, bu da 8, bu da 8. Hündürlüyü də elə 8-dir. Həcmin soruşur. Həcmin üstünə V bərabərdir. S oturacaq, vurulsun H. Oturacaq dairədir. Dairənin də sahəsi pi, R kvadrat. Bu da vurulsun H olur. Bərabərdir. Radius 8-dir. 8-in kvadratı 64 olacaq. Vurulsun H. H da 8-dir. Pini arxaya yazıram. Deməli, 8-i 6-ya vuranda 48, 480 edir. 8-də 4-ə 32. 480 32, 512 edir. 512 pi. Cavab oldu D bəndi. Üçüncü sualda. Vektorların skalyar hasili soruşur. Skalyar hasildə x1-i x2-yə vururuq. Yəni
2-ni 2-yə vururuq 4 plus toplayacaq. Sonra y1-i y2-yə vururuq. 3-ü də mənfi 2-yə vuranda mənfi 6 eləyir plus. Buradan da z1-i z2-yə vururuq. 0-ı da mənfi 1-ə vuranda 0 olur. Bunu yazmağa dəyməz, göstəriş üçün yazdım. Yəni 4 çıxılsın 6 bərabərdir mənfi 2. Skaler hasildə vurub toplayırıq. Bunu yadda saxlayın. Cavab oldu Y bəndi. Trigonometrik tənlikdir. Deməli, belə yazırıq. 2 kosinus 2x plus. Bu kosinus 50 dərəcə, sinus 40 dərəcə deməkdir. Nəyə görə? Çevirmə uzağı tətbiq edək. Buradan yazaq kosinus 50 dərəcə bərabərdir. Kosinus 90 dərəcə çıxılsın 40 dərəcə. Çünki 90 dərəcədən 40 dərəcə çıxanda 50-ni verir də. Bu da bərabərdir. Kosinus 90 dərəcədə sinusa çevrilir. Burada da dərəcəsi 40 dərəcədir. Birinci rübdədir. Kosinus birinci rübdədir. Müsbət işarəsi. Yəni 0-dan 90-a kimidir. 50 dərəcədə 0-dan 90 arasında. Bura 0-dır, bu da 90. Verilən funksiya kosinusdur, çevrilən funksiya sinusdur. Verilən funksiyanın rübünə baxırlar. Deməli, bu müsbət olduğu üçün elə bu belədə qalır. Sinus 40 dərəcə. Baxın, bu kosinusun yerinə 2 kosinus, buradan yazaq, 2x plus sinus 40 dərəcə yazıram. O da bərabərdir sinus 40 dərəcə. Bu sinus 40 dərəcələr islah olunur. Çünki niyə? Bu sağ tərəfə keçəndə çıxılacaq, olacaq 0. Buradan da olur 2 kosinus 2x bərabərdir 0-a. Buradan da kosinus 2x bərabərdir 0-ı da 2-yə böləndə olur 0. Bu da xüsusi haldır. 2x bərabərdir kosinus 0-ı 1,90 dərəcədə alır, yəni pi bölü 2-də. Bir də 270-də, yəni 3 pi bölü 2-də alır. 1,90 dərəcədə alır, bir də 270-də. 90-dan 270-ə 180 qədər, yəni 180 dərəcə dönür, çevrəcizir. Yəni 180 dərəcə dönmək, yəni pi qədər dövr etmək deməkdir. Buradan da pi qədər fırlanır. Deməli, bunun dövrü pi-dən 1-dir. Ona görə yazırıq, kiçik kökü yazılır həmişə, birinci kök. Pi bölü 2, üstünə gəl pi, k-da şərtidir də tam ədəd. Yəni pi bölü 2 üstə gəl pi k. Buradan da tənliyin hədlərin 2-yə bölürük, çünki biz x-i tapmalıyıq. 2-lər getdi, x bərabərdir. Böləndə bu pi bölü 4 olur. Bu da pi k bölünsün 2, k daxildir z. Pi bölü 4 plus pi k bölünsün 2 deməlidir. 6-cı sual. Burada bu kök 2-ni kök 5-ə, bir də kök 10-a vuracam. Bu 3-ü də 4-ə vuracam. 3 4-ün 12 olur. Bunları da vuranda 10, bu da 10, kökdə 100. O da bərabərdir 12. Kökdə 100-dən də neçə çıxır? 10 çıxır. Bu da olur 120. Cavab A bəndi. Sürəti məxrəcindən 3% kiçik olan kəsirin özü ilə tərsinin cəmi 2,9 olarsa bu kəsiri tapın. Deməli, sürəti məxrəcindən 3% kiçikdir. Tutaq ki, sürəti x-dirsə, onda məxrəci ondan 3% böyük olacaq da. Yəni, sürət məxrəcdən 3% kiçiksə, bu deməkdir ki, məxrəc də sürətdən 3% böyükdür. Deyir, bu kəsirin tərsi. Tərsi deyəndə sürətlə məxrəcin yerini dəyişirik. Onda bu sürət x plus 3 olur, məxrəc x olur. Cəmi 2,9-dur. 2,9-u, baxın, onluq kəsir verib sizi çaşdırmaq üçün. Bunu adi kəsirə çevirmək lazımdır. Bunu da çevirək düzgün olmayanda 10-u 2-yə vurub üstünə də 9 gələndə nə olur? 10-da 29. Bunu orta məxrəcə gətirib kvadrat tənliyə gələn məsələdir bu. Köklərdən biri ödənməyəcək şərti. Başlayaq burada orta məxrəcə gətirməyə. Bunların orta məxrəci x ilə x plus, yəni x vur x plus 3-dür. Birinci məxrəcə böləndə qaldı x. Bax, bu ifadəni məxrəcə böləndə birinci məxrəcə x-i qalır. Bu x-i də sürətinə vuranda x kvadrat olur. Buna böləndə x plus 3-ü qalır. Bu x plus 3-ə vuranda da olacaq x plus 3-ün kvadratı. Bərabərdir 10-da 29. Bunu vuraq açaq x kvadrat plus 3x. Bunu da hesablayaq x kvadrat plus x-in kvadratı plus 6x plus 9 bərabərdir 10-da 29.
Buradan bu x kvadratları toplayanda 2x kvadrat plus 6x plus 9. Bu da x kvadrat plus 3x. Bu vaxt tapır hansı aldı? 10'da 29. Çarpaz bıraq da bunu buna, bunu da buna. Deməli 10'u vuranda 2x kvadratına 20x kvadrat olacaq. Sonra 60x olacaq. Plus 90. Buradan da vuranda 29x kvadrat olacaq. 29 idi də. 3'e də vuranda 69'un 27. 87. Plus 87x. Bunları da sol tərəfə keçirdək. 20x kvadrat plus 60x plus 90 çıxılsın 29x kvadrat minus 87x bərabər 0'a. Bu 20x kvadratdan 29x kvadrata çıxanda mənfi 9x kvadrat qalır. Bu 60x'tir. Bundan da 87 çıxanda mənfi 27x qalır. Burada da plus 90 qalır. Bərabərdir 0. Bunun hədlərin mənfi 9'a bölə bilərik. Yəni bunu da mənfi 9'a bölürük, mənfi 9'a bölürük, bunu da mənfi 9'a. Bunu böləndə x kvadrat olur. Bunu böləndə müsbət 27'ni 9'a böləndə 3x olur. Bunu da böləndə mənfi 10 olur. Bərabərdir 0. Diskriminant bərabərdir. Viyetlə də tapa bilərsiniz kökləri. Diskriminant bərabərdir. Deməli b kvadrat çıx 4ac-dir də. B yəni 3'lü kvadratı 9 çıxılsın 4 vurulsun a 1'dir. C də mənfi 10'dur. Bu mənfi diqqətli olun. Təsir edəcək bu mənfi. Bax bu mənfi buna təsir edəcək müsbət olacaq. Yəni 9 plus 40 bu da bərabərdir 49. x1 bərabərdir. Bura 3'dürsə mənfi 3 yazırıq. Plus 7 bölü 2. 4 elədi. 4'ü də 2'yə böldüm 2. O bir kök kənar kök olacaq. Göstəriş üçün yazıram bunu. Mənfi 3 minus 7 bölüsün 2. Mənfi 10 elir də bu. Mənfi 10'u da 2'yə böləndə mənfi 5. Bu mənfi 5 ödəmədiyi üçün kənar kökdür. Deməli bizim kəsirimiz bu idi da. Sürəti baxın x götürmüşdüm. Məxrəcin x plus 3. Bizdən də bu kəsiri soruşur. Deməli 2 tapdım da, bu kök həldir. Bura 2'dir. Məxrəc də x plus 2 idi. Yəni belə idi də x plus 3. Bu 2'dirsə, bu da 2 üstə 3 5 oldu. Cavab 5'də 2'dir. O bir kökü, yəni kənar kökdür, ödəmir şərti. Burada yoxlasanız görərsiniz. 8-ci sual. Bunu belə yazırıq. 3'ün üstü x kvadrat çıxılsın 2x bərabərdir. 27'ni yazırıq. 3'ün kubu üstü tənlikdə. Əsaslar bərabərsə qüvvətlər də bərabərdir. X kvadrat çıxılsın 2x bərabərdir 3'ə. Buradan da x kvadrat çıxılsın 2x çıxılsın 3 bərabər 0'a. Viyet terimini tapa bilərsiniz. Kvadrat təlindən tapa bilərsiniz. Viyetlə tapıram mən. 2'yə bərabərdir köklərin cəmi. Hasili də mənfi 3'ə bərabərdir. Deməli bunun biri vuranda mənfi 3 toplayanda 2'dir. Bunda biri 3'dür, biri mənfi 1'dir. Toplayanda 2 verir. Həqiqətən burada da 3'ü mənfi 1'ə vuranda mənfi 3 edir. Deməli tənliyi nəyi soruşdu? x1 olsun 3, x2 də olsun mənfi 1. Kiçik kökünü soruşdu. Cavab mənfi 1. C bəndi. AD'nin uzunluğunu soruşur. AD buradan bura qədərdir. AC yoxdur da, bura bir x qoyaq. Bu toxunandır. Yəni AB toxunandır, AD də kəsəndir. Buna deyirlər toxunanla kəsənin metrik münasibət. Düstur da belə idi. Toxunanın kvadratı bərabərdir, yəni 64. Bu kəsənin çevrənin xaricində qalan hissəsi, yəni x vurulsun kəsən özü bitof tam olaraq. Bu deyilir x plus 12. Bu da vurub açanda kvadrat tənliyə gedir. Burada x-ə şifahi da qiymət verə bilərəm.
Məsələn, elə ədəd verək ki, toplayanda 12, 3 verək, 15 yox, 4 verək, 16, 5 verək. Altı verəndə 6, bu da 18, 5 verək. Tutaq ki, bura 5-dirsə, 5-də 4 verək onda. 4 ödəyir. Yəni, bunu açıb kvadrat tənliyindən kökü tapacaqsınız. Bir kök kənar kök olacaq, biri tənliyin həllini ödəyəcək. Burada mən şifahi 4 verirəm. 4 üstə də 12 neçə edir? 16. 4-ü 16-ya vuranda həqiqətən də 64 edir. Deməli, x-i neçə tapdım? 4. Bura oldu 4. Bizdən də A, D-ni soruşur. 4 buradır, 12 də buradır. 12 ilə 4-ü toplayırıq, olur cavab 16. Bu sadə sualdır. Deməli, belə yazırıq da, bu bir dənə rəqəm olduğu üçün məxrəcə 9, dövrdən çöldə bir dənə rəqəm olduğu üçün 0, sonra bu özü tam yazılır 26, çıxılsın dövrə qədərki ədədi, yəni 2-ni çıxırıq, plus 10-da 2. Bu 26-dan 2-ni çıxanda neçə olur? 24 olur da. 24. Bunu da 3-ə ixtisar apara bilərik də. 30, bu da 8, plus. Bunu da elə 30-a gətirmək üçün, yəni 2 üsul var, bir üsulunu tətbiq edəcəm. 30-a gətirmək üçün məxrəci 3-ə vururam, sürəti də vururam, bu olur 30-da 6. Bunlar da toplayanda 30-da 14. 2-yə apardım ixtisar, 15, bu da 7. 15-də 7, C bəndi. 50 nəfərlik oyunda sıra nömrələri püşk atma ilə seçilir. Seçilən bir nəfərin nömrəsinin 7-yə bölünən cüt ədəd olması ehtimalını tapın. 50 nəfər deyəndə 1-dən 50-yə qədər 50 də daxildir burada. Deməli, ehtimalın düsturu nətər idi? N böl N. N mümkün halların sayıdır. Deməli, 50 dənə burada sıra nömrəsi var. Mümkün halların sayı 50-dir. Bunlardan 7-yə bölünən. 7-yə bölünən hansı idi? Birinci 7-dən başlayıram. 7, 7 artır. 14, 21, sonra 28, 35, 42, 49, 50-yə qədərdir. 50-ni keçə bilmərik. Bu tip suallarda bəzən təkləri deyir, bəzən cütləri deyir, bəzən də tək cüt demir. Eləcə deyir ki, 50-yə qədər 7-yə bölünənləri tapın, ehtimalını tapın. İndi burada 7-yə bölünən cüt ədəddir. Cüt ədəd 14, 28, 42. Əlverişli halların sayı oldu 3. Bu da onluq kəsirdir. Məxrəci 2-yə vurduğu üçün sürəti də vururam. Olur 6, bu da 0,6 eləyir. Cavab oldu B bəndi 11-ci sualda. Deməli, M1 vurulsun, belə bir çoxadlı verib, üzərində də bu 8-dir. Çoxadlının dərəcəsi 39-dur. Deməli, buradan M1-in dərəcəsini tapacaq. Burada çoxadlının tərkibində ən böyük dərəcə budur. Biz demişik, çoxadlının dərəcəsini tapmaq üçün onun tərkibində iştirak edən bir ədlinin, yəni ən böyük dərəcəsi olan, dərəcəsi böyük olan bir ədlini götürməlidir. X-i 4-dür, bu isə 1-dir, ona görə bu 4-ü götürürük. Bu 4 də 8-ə vurulanda olur nə? X-in üstü 4, 8-in 32. Tutaq ki, bu M1-dir. Bu M1 ilə vurma şəklində yazıram. Deyir ki, dərəcəsi 39-dur, yəni X-dir 39-dur. Bunu buna böləndə üstlər çıxılır da, 39-dan 32 çıxanda nə olur? 7. Deməli, M1 çoxadilsinin dərəcəsi X-dir 7-ymiş. Ya belə yaza bilərsiniz, ya da M1-in üstü ilə 7 yaza bilərsiniz. X-dir 7 yazanda daha da rahat olur. Deməli, M1 çoxadilsinin dərəcəsi 7-ymiş. İndi gətiririk burada, yazıb M2 vurulsun. Yox, burada axırda yerinə qoyacaq. Buradan M2-ni tapaq. Yazaq M2 M2 vurulsun. Burada da ən böyük dərəcə 6-dır. X-də 6-da, yəni 6 7-yə vuranda 42. X-də 42 bərabərdir. Dərəcə də 46-dır. Yəni X-də 46 deyək də. 46. 46-nı da böləndə, yəni X-də 46-nı X-də 42-yə böləndə üstlər çıxılır da, qalır X-də neçə? 46-dan 2 çıxırsan 4 qalır. Deməli, M2 çoxadili oldu, bir ədli oldu. Fərq yoxdursa bir ədlilər də çoxadili sayılır. Dərəcəsi oldu 4.
Dedir m1 üstü 5 vur m2 üstü 11 çoxadının dərəcəsini tapın. m1 x-də 7 idi. Birbaşa yazıram. X-də 7, üzərində də 5 var. Vur. M2 də neçə idi? X-də 4 idi. Üzərində də 11 var. 7 5-in 35 vur. 4-dən də 11 44. Buranda da üstlər toplanır. X neçə olur? 79. Cavab oldu 79. Əhalisi 70 min olan şəhərin sakinləri bir ildən sonra 74.200 oldu. Şəhərin əhalisi neçə faiz artmışdı? Belə bir qayda var. A, B, yəni bunlar kəmiyyətlərdə, kəmiyyətlərin faizlə artması, azalması var. Burada artmadı. Yəni A kəmiyyətindən artır B kəmiyyətinə, düstur belədir. Böyükdən, yəni son kəmiyyətdən əvvəl kəmiyyəti çıxırıq da. Yəni böyük kəmiyyətdən kiçik kəmiyyəti çıxıb arada aya bölürük birinci kəmiyyətə və 100%-ə vururuq. Bu bir üsul. Onda belə yazacaq. 70 mindən artıb nə qədər olub? 74.200. 74.200-dən 70 mini çıxacaq. Mən birbaşa qiymətini yazıram. 4200 bölünsün A, yəni birinci kəmiyyət. Bu A-dır, bu B-dir. 70 minə bölürük. 70 min vurulsun 100%. Buradan sıfırları silək. Baxın, bu 2 sıfırdan bu 2 sıfırı sildim. Bu 2 sıfırdan da bu 2 sıfırı sildim. 42 böl 7 qaldı. Bu delədə 6. Burada da faiz şərəsi var. 6%. Cavab oldu 13-də Y bəndi. Tənasiblə də yaza bilərsiniz. Bu 70 mindir. İkinci usul. 70 minin 100% götürürsünüz. Artır ona görə. Artanda həmişə kiçiyi 100% götürün. Artacaq. O böyüyü də 100 neçə faiz olacaq. 100 neçə faizdən də 100'ü çıxacaqsınız. Aradakı faiz fərqini tapacaqsınız. 74.200. Bunu da bilmirsən x faiz. Çarpaz bıraq. Çünki düz mütənasibdir. Niyə? 70 min artıb 74 min olanda 100 də artır, 100 neçə faiz olur. Ona görə deyirlər ki, bu kəmiyyət artanda bu kəmiyyət də artırsa, bu düz mütənasibdir, çarpaz vurulur. 70 min x bərabərdir. 74.200 vurulsun 100. 2 dənə sıfır artırdım da bura, 100'ə vuranda 2 sıfır. Baba buradan 1, 2, 3, 4 dənə sıfır getdi. Buradan da 1, 2, 3, 4 dənə sıfır getdi. 74 mini 100'ə vurmuşdum. Bu ehtiyac yoxdur. Yəni 74 min, neçə idi bu 74? Düz yazmışdım, 74, bu da 2. 4 dənə sıfırımız getdi. 7x bərabərdir 742. 742. Elə belə də. Baxın, 7 7-yə bölünür bir dəfə. 2 rəqəm gətirdiyim üçün bura 0 gəlir. 42 də 7-yə bölünür 6 dəfə. Deməli oldu 106%. Deməli baxın, bu x-in faizi 106%'dir. 106%. Bu da 100%. Deməli nə qədər artıb? 6% artıb da 106'dan 100'e çıxsan 6%. Yəni iki usulla yazdım bunu da. 14. Buradan biz bunu parçalamalıyıq. Yəni toplama şəklində yazmalıyıq. Loqaritma 3 əsasından 2 plus loqaritma 3 əsasından 9. Buradan loqaritma 2 əsasından 3'dür. Qayda var, loqaritma A əsasından B. Bu loqaritmanın əsası ilə loqaritma 6 ifadəni dəyişəndə tərsi olur. Olur 1 böl loqaritma B əsasından A. İndi həmin düsturdur. Buradan loqaritma 2 əsasından A-dırsa, onda loqaritma 3 əsasından 2 də olacaq 1 böl A. Yəni bundan bunun yerini dəyişdim. Buna deyirlər loqaritmanın əsası, buna deyirlər loqaritma 6 ifadə. Onda bu olacaq 1 böl A plus. Loqaritma 3 əsasından 9'u da yazıram. 9'u belə yazıram. 3'ün kvadratı, bu 2 gəlib qarşıya keçir. Buradan bu 2'ni silirəm. Vurma kimi keçir də. 3 əsasından 3 də 1'dir. Üstür var. Loqaritma A əsasından A 1'dir. Burada da A'ların yerinə 3'lərdir də. 2'ni də 1'ə vurdum, elə 2 oldu. Burada orta məxrəc elə 6 1'dir. Orta məxrəc A olur. Sürətdə nə olur? 1 plus 2A. Belə də qalır. 1 plus 2A. A ilə ifadə edin deyir. O da belə qalacaq.
Məxrəcdə A, sürətdə də 1 plus 2A. 15. Deyir, kostyum və ayaqqabının qiyməti 720 manatdır. Kostyumun qiymətinə 20%, ayaqqabının qiymətinə 30% endirim edildikdən sonra ikisinin birlikdə qiyməti 565 manat oldu. Endirimdən əvvəl kostyumun qiymətini tapın. Bu təminlər sistemidir. Baxın, bu kostyumdur. Buna tutaq ki, bilmirəm, qiyməti X manatdır. Ayaqqabını da Y götürək qiyməti. Ayaqqabı da Y. Bunda əvvəlcə bunların ikisinin birlikdə qiyməti 720 idi. Onda X plus Y 720. Sonra endirim edir. Kostyumu 20% endirdim. Yəni kostyum X deyildi. X-i 20%-ini tapaq. Bölə 100-ə. Bu X-lar gedəndə nə olur? 10-da 8 olur da. 10-da yox. Sıfırlar gedir. 10-da 2 edir. 10-da 2x. Deməli X-dən 0,2x çıxdım. Elədi 0,8x. Deməli kostyumun qiyməti qaldı 0,8x. Ayaqqabını da 30% endirir. Y vurur 30% böl 100. Bu da X-lar gedəndə 10-da 3 olur. Yəni 10-da 3 Y. Bunda bu Y-dən də çıxdım 0,3 Y. Oldu 0,7x. Deməli endirimdən sonra kostyumun qiyməti 0,8, ayaqqabının qiyməti 0,7. Deyir, bunların qiyməti 565 manat oldu. Bunda yazıram 0,8x plus 0,7y bərabərdir 565. Bax, bu təhlillər sistemini həll edəcək. Bunları buradan silirəm. Hər tərəfi niyə belə elədi? İkinci təhlilin hər tərəfini 10-a vuraq. Yazaq x plus y bərabərdir 720. 10-a vuranda 8x plus 7y bərabərdir 565. Bir dənə də 0 atdıq. Bizdən nəyin qiymətini soruşur? Endirimdən əvvəl kostyumun qiymətini. Kostyuma da bu ayaqqabı idi da Y. Kostyuma endirimdən əvvəl X demişdim. Deməli, mən X-i tapmalıyam. Bunda X-i tapmaq üçün mən Y-i islah eləməliyim. Bunda bunu -7-yə vuraq ki, bu Y-lər islah olunsun. Hər tərəfi vuraq -7-yi. -7x çıx 7y bərabərdir. 7 dənə 70 neçə edir? 490, 7 2-də 14. 504. 504, bir dənə də 0. Buradan da 8x plus 7y bərabərdir 5650. Qiymətlər biraz böyüdür. Tərəf-tərəfə toplayırıq. Y-lər islah olundu. Bunlar da toplayanda x elədi. Bu 5650-də, bu da 5040-dır da. Elə idi də. 72-ni vurdum 7, 7, 7, 49. Üstündə də 7, 2, 14. 490. Hə, düzdür. İndi bundan da bunu çıxanda 650-dir, 40 çıxırıq. Nə qalır? 610. Deməli, kostyumun qiymətini soruşurdu. Endirimdən əvvəlki qiymət X demişdi, X-də tapdıq 610. Neçənci sualdı bu? 15-ci sual. Ayaqqabını da soruşsaydı, bu 610-dursa, bu da Y-dir də ayaqqabının qiyməti. 720-dən çıxaram 610-u, nə qədər edir? 90. Yox, 90, bu da 110 olur. 110 olar. Çünki bundan bunu toplayanda 720. 16-cı sual. Uzunluğu 1 cm olan parça müstəvini kəsir. Tutaq ki, belə bir müstəvi çəkirik. 1 cm olan parçadır. Bunun bir ucunu biraz uzun edirik, bir ucunu qısa. Bu müstəvini kəsir bu hissədə. Uzunluğu da 1-dir bu parçanın. Yəni buradan bura qədər uzunluğu 1-dir. Bəzən AB parçası deyir, bəzən heç parçanın adını çəkmir, yəni AB demir.
Fərqi yoxdur. Bir dənə parça çəkirsiniz, müstəvi ilə kəsişdirirsiniz. Bu parçanın ucları müstəvidir. Ucları deyəndə buradan bura məsafə çəkirik. Bunu da buradan çəkirik. Bu uclardır. 0.1-dən 0.5. Tutaq ki, bura uzun hissədir 0.5-dir. Burada qısa hissədir 0.1. Bunları da birləşdiririk. Buradan 90 yaradır. Bu da 90. Olarsa bu mailin müstəvi üzərindəki proyeksiyasını tapın. Yadda saxlayın, parça elə maildir. Bax, bura AB qoyuram, biləsiniz. Bu AB həm parçadır, həm də mail. Bu parçanın müstəvi üzərində proyeksiyası buradır. Çünki niyə? Bax, bu parçanın, yəni mail kimi sayılır da, maildir. Mailin müstəvi üzərində proyeksiyası buradır. Bu mailin də müstəvi üzərində proyeksiyası buradır. Onda bu ümumi mail sayılır, həm də parça sayılır. Deməli, bu mailin və ya parçanın müstəvi üzərində proyeksiyası da buradır. Bunu buradan birləşdirirəm. Bura 90-dırsa, burada 90-dır. Yəni, bura oldu katet. Bura 0.1 olduğu üçün burada 0.1'dir. Bunda bu 0.5'dir, bu da 0.1. Toplam oldu 0.6. Bu da 1'dir. Oldu düz bucaqlı 3 bucaq. Burada 90'dır. Burada bir x yazırıq, Pifagor teoremini tətbiq edirik. Katetin kvadratı plus bu katetin kvadratı neçə edir? 0.6'dır da, kvadratı 0,36 bərabərdir. 1'in kvadratı da 1 edir. X kvadrat bərabərdir. 1-dən 0,36'ın çıxanda 0,64. X də bərabərdir 0,8. Elə bizdən, bax, bu x-i soruşur. Bax, bura 0,8'dir. Bura elə bura bərabərdir. Çünki niyə? Bunlar həm paraleldir, həm bərabər. Çünki bax, bura 0.1 isə bura 0.1, bura 1'dirsə bura da 1. Düz bucaqlıdır da bu. Burası da biraz kvadrata oxşadır. Bunu silib uzun da çəkə bilərəm biraz. Yəni, tutaq ki, bax, belə, bu da belə, bu da belə. Görürsünüz, buradan da bura gəlmişdi. Düz bucaqlıqda, bax, buradan bura 0.1, burada 0.1, bura 1, burada 1, bucaqlar da 90, 90, 90. Yəni, buranı tapırsan, paralel köçürdürsən bura. Bununla bu bərabərdir. Bizdən də bu buranı soruşurdu. Cavab oldu 0,8. 17. Deməli, Z1, Z2 kompleks ədədlər verib yazıb Z bərabərdir. 2 vurulsun Z1. Və 2-ni vuracam Z1-ə. Mənfi 1 plus 2i. Çıx 7 vur Z2. Z2 də 1 plus idir, 1 minus idir. Və plus 6. Bu da bərabərdir. 2-ni buna vuranda mənfi 2 çıxılsın 4i. Minus 7 vur 1 plus i. 1 plus i 1 minus i. Plus 6. Bu da bərabərdir. Bu mənfi 2 ilə 6-ını toplayaq. Olacaq 4 çıxılsın 4i. Minus 7 vur. Bunu hesablayaq. Bu qoşmaya vuracaqsan. Baxın, buradan yazaq. 1 çıx i-nin qoşması 1 plus i-dir. Qoşmada o demək ki, yəni çıxmazsa qoşma toplaması olur da. Məxrəci vurdumsa sürəti də vurmalıyam. Onda 1 plus i-ni sürətə də vuranda olur 1 plus i-nin kvadratı. Bunu da açaq. 1-i 1-ə vuranda 1 eləyir. Mənfin də i-dir. Vuranda i-yə mənfi kvadrat eləyir. Hətta saxlayın, i kvadratın da qiyməti mənfi 1-dir. Bunda bu mənfi 1-dir. Bu da mənfi toplanar. Yəni mənfi mənfiyə dəyir. Bura oldu 2, məxrəc 2. Bunu açaq. Müxtəsəri tətbiq edək. 1 plus 2i plus i kvadrat. Yenə i kvadrat mənfi 1-dir. Bu mənfi 1-dir. Bura mənfi 1-dir. Bu da müsbət. Bunlar da islah olundu. Qaldı 2i. 2-lər də islah olundu. İxtisar 7. Qaldı i. Deməli 7 vurulsun i qaldı. Buradan da 4 qaldı yerində. Mənfi 4-i. Bura toplamaydı da, düzdür. 2 vurulsun, mənfi 1 üstə gəl 2. Çıx 7. Vurdum 2-ni mənfi 1, mənfi 2. 2-ni də 2. Bu 4 idi, müsbətdir. Burada da 4 idi. Bu 4'ü yazdım. 4'den de 7'ni çıxanda nə qalır? Mənfi 3-i. Deyir, kompleks ədədin modulunu tapın. Kompleks ədəd Z bərabərdir A plus B şəklindədir. Fərq yoxdur, plus oldu, minus oldu.
Bunun modulu da belə idi. Modul z bərabərdir kök altında həqiqi hissənin əmsalının kvadratı plus xəyali hissənin əmsalının kvadratı. O da həmin həqiqi hissənin əmsalı burada neçədir? 4-dür, kvadratı 16. Xəyali hissədə mənfi 3-də 10 kvadratı 9 olacaq. Bu neçə edir? 25. 25-dən də nə çıxır? 5. Deməli, cavab oldu 5. 17-ci sualda. Bərabərsizdir. Bunu ya orta məxrəcə gətirib əldə edə bilərəm, ya da bunun altına məxrəcinə 1 yazıb hər tərəfə 6-ya vura bilərəm. Yəni, iki üsuldan birini tətbiq eləyək də. Tutaq ki, buranı orta məxrəcə gətirək. 2 ilə 3-ün orta məxrəci 6-dır. 6-nı 2-yə böldüm, bura neçə düşdü? 3. 6-nı 3-ə böldüm, bura neçə düşdü? 2. İndi vuraq. 3-ü vuracam bu ifadəyə. Olacaq 21 çıxılsın 18k. Çıxma var burada. Burada da 2-ni bu ifadəyə vuranım, yadda saxlayın. Bu mənfi buna da təsir edir, buna da. Burada diqqətli olun. Uşaqların bəziləri orada çaşırlar, diqqətli olun. Mənfi 16k, bu da mənfi 2. Kiçikdir, 12 çıxılsın 10k. Bu neçə idi hesablayaq da buradan. 21 çıx 2, 19, mənfi mənfi ilə toplanır, 34k. Bu 6, bu da 12 minus 10k. Bunu da çarpaz buna vuraq. Məxrəcdə dəyişən olmayanda çarpaz vururuq. Amma məxrəcdə dəyişən olsaydı, yəni x falan olsaydı, ya k olsaydı, x yox, k ola bilərdi. Onda biz bunu sola keçirdib, orta məxrəcə gətirəcəkdik. İndi burada məxrəcdə sabit ədəddir, ona görə çarpaz vururuq. 19 çıxılsın 34k, bu da kiçikdir. 6-nı bu ifadəyə vuranda 72, bu neçə idi? 10 idi də, mənfi 60k. Mənfi 34k, bu mənfi 60 keçirdən də bu tərəfə müsbət olur. 72-dən də 19 çıxırıq. Bunları toplayanda neçə edir? 60 çıxılsın 34. 26 qaldı. 26k, bu da kiçikdir. 72-dən 10 çıxdım. 62, 9 da çıxdım. Neçə elədi? 53. K da kiçikdir. 53 bölünsün 26. Bu da neçə edir? 2 tam 26-da 1. Deməli, bərabərsinin həlli oldu. 2 tam 26-da 1. Kiçikdirsə bu hissəyə gedir. Burada mənfi sonsuzluqdur. Deməli, cavab mənfi sonsuzluqdan nöqtəli vergül 2 tam 26-da 1. Bu aralıqda nə soruşur? Bərabərsizliyinin ən böyük tam əlli. Deməli, 2 tam neçədən mənfi sonsuzluğa ən böyük tam əl 2-dir. Cavab oldu 2. Düzbucaqlı nə yazıb? Trapesiyanın kiçik yan tərəfi. Bir dənə düzbucaqlı trapesiya çəkək. Bu düzbucaqlı trapesiya olsun. Biraz yaxşı düşmədi bu. Olsun bu. Düzbucaqlı trapesiyadır, bura 90-dır. Düzbucaqlı trapesiyanın kiçik yan tərəfi. Kiçik yan tərəf buradır, böyük yan tərəf buradır. 4 veribdir. Oturacaqlar fərqi 3-dür. Böyük diaqonalı kökdə 41. Baxın, böyük diaqonal bu kör bucağın qarşısından çəkilir. Kiçik diaqonal deyəndə buradan çəkilir, çünki 90-ın qabağı kiçik diaqonal olur. Kör bucağın qabağı isə böyük diaqonal olur. Onda buradan çəkəcək. Böyük diaqonalı çəkdik buradan. Kökdə 41 verib. Kök altda 41. Sonra nə verib? Böyük yan tərəf 5-dir. Böyük yan tərəf buradır. Bura 5-dir. Deməli, biz buradan birinci Pifagordan istifadə edirik. Bax, bu katetdir. Bu da katetdir. Bu da hipotenuzdur. Onda buranı tapa bilərik də. X-in kvadratı plus 16 bərabər kökdə 41-in kvadratı da elə 41 eləyir. X kvadrat bərabərdir. 41-dən 16 çıxdım. 25. X də bərabərdir 5. Deməli, böyük oturacağı tapdım 5. Bura 5. Bura hündürlük sayılır. Yəni, kiçik yan tərəf həm də trapesiyanın hündürlüyüdür. Buradan çəkəndə, deməli, burada 4-dür. Onda burada düzbucaqlı, üçbucağı aydın şəkildə görmə olur da. Katet 4-dür, hipotenuz 5-dür, Pifagora görə burada 3-dür. 3-dürsə, buranı
bütöv 5 tapmışdım. Onda 3'ü azaltdımsa bura 2 düşdü. Bura 2 düşür. Bu şəkil sizi çaşdırmasın. İndi deyə bilərsiniz ki, bura balacadır, amma 3 yazılıb, bura böyüdür, 2 yazılıb. O, yəni sizi çaşdırmasın. Bax, buradan çəkək də bu şəkli təzədən. Bu yəni biraz uzun çəkirəm, bax belə. Belə tutaq ki, bax, buradan çəkdim. Baxın, bura 2-dir, burada 3-dür də. Həmin şeydir. Bu da diagonal idi də, buradan çəkilmişdir. Deməli, bura 2-dirsə, onda bu kiçik oturacaq da 2-dir. Nə soruşur bizdən? Trapezin perimetri. P bərabərdir. Neçədir bu? 4, 2, 5. Bu da 5. 5'ləri 1 topladım, 10. 2 ilə də 4'ü topladım, 16. 20. Su damcısının göldə əmələ gətirdiyi konsentrik çevrələrin hər birinin radiusu eyni qədər artır. Konsentrik çevrələr deyəndə bu ədədi silsilə əmələ gətirir. Baxın, biri budur, sonra növbəti budur, növbəti budur. Konsentrik çevrələrdə demişdik ki, mərkəzləri üst-üstə düşən və toxunmayan, biri digərinin daxilində yerləşən çevrələrdir. Tutaq ki, bu da bir çevrədir. Neçəyə qədər verib? Ən çoxu 7-yə qədər. 1, 2, 3, 4, 5, 6, göstəriş üçün çəkirəm. Tutaq ki, deyək ki, bu da 7-dir. Bax, bu da 7-dir. Bura çevrənin mərkəzidir. Su damcısının göldə əmələ gətirdiyi konsentrik çevrələr hər birinin radiusu eyni qədər artır. Deməli, buradan bura bunun radiusu məsəl üçün R-dirsə, burada R-dir, burada R-dir, burada R-dir, burada R-dir, burada R-dir, burada R-dir. Bu biraz aralı düşdü. Yəni ona görə o sizi çaşdırmasın. Tutaq ki, belə keçib. Bax, belə keçib. Yəni bunların hamısı məsafələri R-dir. Eyni, görsən, hər birinin radiusu eyni qədər artır. Məsələn, balaca çevrə budur. Radiusu R-dirsə, bundan sonra gələn radiusu 2R-dir. Bundan sonra gələn, yəni ikinci çevrədə. Sonra üçüncü çevrənin radiusu 3R-dir. Dördüncü çevrənin radiusu 4R-dir. Beşinci 5R, altıncı 6R, 7R belə. Üçüncü və beşinci çevrələrin uzunluqları cəmi. Bu ədədi silsilədə baxın, bu R olanda plus ikincisi nə olur? 2R. Sonra üçüncüsü nə olur? 3R. Sonra 4R, 5R, 6R, 7R. Görürsünüz, hər biri R vahidi artır. Yəni R qədər artır. Bu da ədədi silsilədə arta gedir. Çünki aradakı məsafələr eynidir. R qədər artır. Deməli, üçüncü çevrəyə A3 deyək. Bu birincidir, bu ikincidir, bu da üçüncü. Bu A3 olsun. Beşinci çevrədə 1, 2, 3, 4, beşinci çevrə. Bu da A5 olsun. Bərabərdir, neçə veribdir? Uzunluqlar cəmi 36 pi. İkinci ilə də 7-ci. İkinci tutaq bura olsun, 7-ci də buraydı da. 2 ilə də 7, yəni A2 plus A7 bərabərdir 40 pi verib. Buradan sistem eləyib tapırıq. A3 A1 plus 2 dedir. A5 A1 plus 4 dedir. Bərabərdir 36 pi. A2 A1 plus dedir. Yəni 1 dedə. A1 plus neçədir bu? 6D bərabərdir 40 pi. Bu A1, bu da A1. Topladım 2A1 plus 2D, bu da 4D, 6D bərabərdir 36 pi. Buradan da A1 ilə A1'i topladım. Nə qədər elədi? 2A1 plus D, bu da 6D. 7D bərabərdir neçəyə? 40 piyə. Mənfiyə vuraq. Biz D-ni tapaq əvvəlcə. Birinci tənliyi mənfiyə vurdum. Mənfi 2A1 minus 6D bərabərdir mənfi 36 pi. Bu da 2A1 plus 7D bərabərdir 40 pi. Tərəf-tərəfə toplamadı. Bunlar getdi. Mənfi 6D ilə 7D-ni toplayanda D elir. Bunları da toplayanda bu mənfidir. 4 pi elir. Deməli, D silsilə fərqidir. 4 pidir.
İndi biz buradan A-nı tapaq. A1. Yəni 4 pi bilirsiz nədir? Bunların arasındakı fərqdir. Məsələn, bu birinci ilə ikincinin arası 4 pidir. İkinci ilə üçüncünün arası 4 pi. Yəni bunların hamısının arasında 4 pi qədər məsafə var. A1-i tapaq. Birinci tənlikdən tapaq. 2A1 plus 6D. Hər tərəfi 2-yə də bölə bilərəm bunu. 2-yə böldüm, 2-yə böldüm, 2-yə böldüm, neçə oldu? Buradan yazaq da A1 plus 3D bərabərdir 36 ilə 18 pi qaldı. A1 plus, A1-i tapıram buradan. 3D, D də 4 pidir. 3-ü də 4-ə vuranda neçə edir? 12 pi bərabərdir 18 pi. Buradan da A1 bərabərdir. 18 pidən 12 pi çıxanda neçə olur? 6 pi. A1-i tapdım. A1 birinci çevrədir. Yəni baxın, bu birinci çevrənin uzunluğu neçədir? 6 pi. Deməli, birinci çevrə ədədi sizdə də bu A1-dir, bu A2 idi, bu A3 idi, bu A4-dür, bu A5-dir, bu A6 idi, bu da A7 idi. Deməli, birinci çevrədə A1 6 pidir. Elə bizdən onu soruşur, cavab da 6 pidir. 6 pi. İndi başqa ədləri də soruşsaydı, məsələn, ikinci çevrə, üçüncü çevrə, dördüncü, beşinci, altıncı, yeddi, ya bunlardan da soruşsaydı, 4 pi qədər artır. Bunda 6 pin üstündə 4 pi qədər 10 pi, bu ikinci çevrənin uzunluğudur. Yenə 4 pi qədər artır. Bu da üçüncü çevrənin uzunluğudur, 14 pi. Dördüncü 18 pi, beşincinin uzunluğu 22 pi, altıncının uzunluğu 26 pi. Bu da A7-də düzdür, üstündə də 30 pi. Baxın, burada 3-cü ilə 5-cinin cəmini nə qədər vermişdi uzunluğu? 36 pi var. 3-cü 14 pidir, 5-ci də 22 pidir. Toplayanda 36 pini verir. Sonra 2-ci ilə 7-ci də 40 pi idi. Görürsünüz, A2 10 pi, 7-ci də 30 pi, toplayanda da 40 pini verir. Bizdən soruşur, birinci çevrənin uzunluğunu tapın. Yəni A1-i tapın. Cavab oldu 6 pi. Maraqlı sualdır. Sonra şagirdlər çətinlik çəkir belə suallarda. Bərabər tərəfli üçbucağın medianlarının kəsişmə nöqtəsi. Bir dənə bərabər tərəfli üçbucaq çəkirik. Medianlarının kəsişmə nöqtəsi. Tutaq ki, bir median buradan çəkilib. Bərabər tərəfli üçbucaqda bu həm mediandır, həm tənbölən, həm hündürlük. Biz demişdik ki, neysə, bu medianları çəkək, sonra bucaqları qoyarıq. Buradan da bir median çəkək. Bu medianların kəsişmə nöqtəsidir. Ona ağırlıq mərkəzdə deyirlər bəzən. Medianlar kəsişmə nöqtəsindən 2/1 nisbətinə bölünürdü. Bu hissə 2x olurdu, bu hissə x olurdu. İndi buradan görə nə verir? Medianların kəsişmə nöqtəsindən tərəfə qədər məsafə. Və medianların kəsişmə nöqtəsindən tərəfə qədər məsafə budur. Təpəyə qədər desəydi bu olardı. Məsafədir də bu, onsuz da bu həm hündürlükdür, həm median, həm tənböləndir. Buranı 4 verib. Bu hissə x olanda bu hissə 2x olur. Yəni bura 4 isə bu 12 mislidir. Onda 8. Onda bu median hündürlük həmin şeydir. Həm də 90, da bura 90. Bu oldu katet. Biz də demişdik ki, bərabər tərəfli üçbucağın baxın, bu bucaqları hamısı nə olurdu? 60 dərəcə olurdu, 60 dərəcə olurdu, bu da 60 dərəcə olurdu. İndi bu tənböləndir, bu da tənböləndir. Ayıracaq 30, 30-a. Buranı silirəm, buranı da buradan silirəm. Bura oldu 60 dərəcə. Burada 30, 30 idi. Əssalam, düzbucaqlı üçbucaqdan istifadə. İstər bu üçbucaqdan istifadə elə, istər bu eyni şeydir. Deməli, bu katet 8, 4, 12-dir bu katet. Bu da 30 dərəcədir. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısı idi. Buradan 60-a baxaq birinci. 60 dərəcəli, baba belə çıxardım şəkli baxaq da. Bu 60 dərəcədir. Bunun qarşısındakı katet neçədir? 8, 4, 12-dir bu uzunluq. 60 dərəcəli bucaq qarşıdakı katet 12-dirsə, onda 30 dərəcəli bucaq qarşıdakı katet nə olub? 12/kök3 olub ki, bunun kök3 misli versin 12. 12/kök3 də buradan sadələşdirək. 12-ni nə yazaq? 4/3 yazaq. Kök 3-dür də. 4/3 kök 3. Bunu da yazaq 4. 3-ü yazaq kök 3 vur kök 3. Kök 3 vur kök 3. Bu da kök 3. Bunlar getdi 4 kök 3 oldu. Deməli bura 4 kök 3 imiş. 4 kök 2 imiş. Həqiqətən baxın 30 dərəcəli bucaq qarşıdakı katet 4 kök 3-dürsə, 60 dərəcəli bucaq qarşıdakı katet bu digər katetin kök 3 mislidir. 4 kök 3 də kök 3-ə vuranda 12-ni verir. Onda hipotenuzda dedikdə 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısı idi. Burada 4 kök 3 isə hipotenuzda 8 kök 3-dür.
Hipotenuz yəni bərabər tərəf uçağın tərəfi. Burada 8 kök 3-dür. Burada 8 kök 3-dür. Burada 8 kök 3-dür. Burada yarıya bölünür, çünki bu həm də mediandır. 4 kök 3, bu da 4 kök 3. Üçbucağın sahası soruşur. 2də 1 h ilə tapa bilərik. Başqa cür də tapmaq olar. Bərabər tərəfli üçbucağın saha düsturuyla. S bərabər də a kvadrat kök 3 bölü 4. Həm də 2də 1 h ilə tapıram mən. Yəni iki cür tapmaq olar. Bu hündürlüydür. Yəni hündürlüyü nə qədərdir? 8, 4, 12-dir. Oturacaq nə qədərdir? 8 kök 3. Bölünsün 2-yə. 12-ni 2-yə aparıram. 6, 6-ını 8-ə vururam. 48 oldu. 48, o da kök 3. 21-in cavabı 48 kök 3. Kvadrat 25 bərabər hissəyə bölünmüşdür. Hər bir hissəni 1 adlandırın. 1, 1, 1, 1. Bu da 1, bu da 1, bu da 1, bu da 1, bu da 1. Hangisi alfanı soruşur? Baxın, bu 90'dır. Bax, bu katet sayıldı. Deməli, bu katet 1, 1, 1, 1, 1. Neçə oldu? 4 dənə 1. Yəni bu 4 dənə 1. Bu da 2 dənə 1 oldu 2. Bu da alfa. Demişdik, tangis alfa nəyə bərabərdir? Qarşı katetin biçik katetin nisbəti. 4-ün 2-yə nisbəti. 2. Deməli, buranı tapdım 2. Kosinus beta. Bu da buradan çəkirəm. Bura neçədir? 1, 2, 4'dür bura. Burada 3'üdür. Pifagor teoreminə görə hipotenuzda 5'dür. İndi bura beta qoyub. Biz dedik kosinus beta nəyə bərabərdir? Kosinus beta bitişik katetin hipotenuz. Buradan yazıram. Kosinus beta bərabərdir. Bitişik katetin hipotenuza nisbəti. 3'ün 5'ə nisbət. Bu da oldu 5'də 3. 10'luq kəsirindən 0,6'dır. Toplayanda da olacaq neçə? 2,6 oldu cavab. 22'nin cavabı. 2,6. Topluda var bu sual. Bu maraqlı sualdır. Deməli, y bərabər 2x təqə b funksiyasının AB nöqtələri verilir. Bu adı budur. Buradan birinci buradan başlayırıq. Həm də perpendikulardır. AB perpendikulardırsa BC ilə. Bura 90. Deməli, iki funksiya 90 kəsibdə. İki funksiyanın qrafikləri 90 kəsibsə, qayda vardır. Həmin qrafiklərin, yəni funksiyaların bucaq əmsalları K1 ilə K2-ni -1 yazırdıq. Tutaq ki, bu y bərabərdir K1. Buradan yazaq. Y bərabərdir K1 x üstəgəl B1. Bu funksiya olsun grafikdə. Bu funksiya da y bərabərdir K2x üstəgəl B2. Bu burada deyir ki, bu grafiklə bu grafik burada göstərib 90 kəsişir. 90 kəsirsə qayda vardır. Bucaq əmsalları, yəni bu K1'i, bunun bucaq əmsalını vururduq bunun bucaq əmsalına bərabərdir -1. Bundan istifadə edəcək. Birinci buradan istifadə edək, B-ni tapaq. Deməli, bu y bərabər 2x üstəgəl B budur. Bu funksiyada qrafik apsis oxunu kəsdiyi nöqtə y sıfırdır. Deməli, burada y-in yerinə 0 qoyacağım. Olacaq 2x plus, x-in də qiyməti var da burada. X-i -3'dür. Y-i, yəni bu nöqtə bilirsiniz nədir? A nöqtəsi x-i -3'dür, y-i 0'dır. Çünki apsis oxunu kəsəndə demişik ki, ordinatı 0'dır, y-i 0. Onda belə olacaq. 2 vurulsun -3. 2-ni -3'ə vuranda heç elə -6 üstəgəl B 0 bərabər elədim bu tərəfə. B-ni də keçirdim o tərəfə, oldu 6. Deməli, buranı tapdım 6. İndi keçirəm bu funksiyaya. Bu B həm bu funksiya üçün, həm bunun üçün kəsişmə nöqtəsidir. Y 6, yəni B-si 6 deməkdir. Onda buradan B2 tapıldı. Y bərabərdir K2x plus həmin o B2 demişdim də, bunun B-si burada Y oxunu kəsdiyi yerdir. 6'dır. İndi funksiyaların perpendikularlıq şərtindən, bu perpendikularlıq şərti. K1, bunun K1'i neçə idi? Bunun K1'i baxın 2'dir. Bura K1'dir. K1 2'dir. Vururam 2 vurulsun. K2'yə bərabərdir -1'ə. K2'ni tapıram. -1 2'yə böləndə -2'də 1. Deməli, bunun da bucaq əmsalını tapdım. -2'də 1. İndi baxın, bu qrafik gəlir burada kəsir. X oxunu kəsəndə y 0'dır. Getirib y 0 veririk. K -2'də 1'dir. -2'də 1. X'i tapıram buradan. 2'də 1 x plus B. B'ni də tapmışdım 6. Yəni elə burada demişdim də 6'dır. Buradan da bunu bu tərəfə atanda 2'də 1 x bərabərdir 6'ya. X də bərabərdir 2'də 1. 6'nı 2'yə böləndə 12. Deməli, bunu tapdım 12. Deyir, AC-nin uzunluğunu tapın. A-dan C-yə. Buradan bura 3%'dir. Mənfisi çaşdırmasın. Bu modul da olur. Ondan da müsbət çıxır. Deməli, buradan bura 3%, buradan da 12% oldu 15%.
Maraqlı sual idi. Şagirdlər çətinlik çəkir belə suallarda. Neçənci sualdır? 24. Bunu həll elədik də. 22, 23, 24. Bunu da k ilə yazırıq. Deməli, baxın, x-ə 5k deyirəm, y-ə 2k. X bərabərdir 5k, y bərabərdir 2k. Buradan da x-ə 7k deyirəm. X 5k, ya x 2 dəfə iştirak edir. 7k, z-ə də 3k deyirəm. Z-də 3k. Burada x 2 dəfə olduğu üçün biz bunların əkobuna gəlməliyik. Yəni 5k ilə 7k-nı bərabərləşdirib 35k eləməliyik. Onda bunu 7-yə vururam, bu olur 35k. Bunu 7-yə vuranda bunu da vururam. Bu olur neçə? 14k. Bunu da 5-ə vururam 35k. Bunu da vurmalıyam 5-ə. 15k. Nə soruşur? X plus z. X neçədir? 35k plus z neçə çıxdı? Z bu idi da 15k. Sonra z yenə də 15k'dır. Çıxılsın y. Y-də nə idi? Y neçə k idi? 14k idi. 14k. Məxrəcdə k qaldı. Bunları da toplayanda neçə elədi? 50k. Bunlar k'lar da ixtisar getdi. Cavab qaldı 50. 24-cü sualın cavabı 50. Bu da sonuncu sualdır. Deməli, paralellepet verib. Bu sualı imtahanda deyirdilər ki, səhvdir. İndi burada nəyə görə səhvliyi var bu sualda? Bu düzbucaqlı paralellepetdir. Biz bilirik ki, düzbucaqlı paralellepet 6 dənə düzbucaqlıdan ibarətdir. Bir təpəsindən 3 til çıxır. Biri uzun til, biri en til, biri də yan til, həm də hündürlük til deyirlər. Deməli, üzlərin diaqonalları. Üzləri bax, bu üzü götürəcəyəm. Bir də üst üzü, bu yan üzü, bir də buranı da çəkək. Yəni, üzbəyiz bunlar ikisi bərabər olsun, bir üzü götürürəm. Bir üzü düzbucaqlıdır da, bax, bu düzbucaqlıdır. Bunun tutaq ki, tərəfləri biri C-dir, biri A-dır. Diaqonal buradan çəkiləndə elə bu da A-dır da. Diaqonal Pifagora görə də yazanda nə yazırıq? Katetlərin kvadratları cəmi, bunların kvadratları cəmi, yəni bərabərlik hipotenuzun kvadratına d kvadrat, ya da buradan yazaq da, bu diaqonaldır. Deməli, bu A-dır, bu 90-dır da, onsuz da bu da C-dir, bu da A-dır. Onda buradan diaqonalı verib 6, buranı verib 6. Onda yazacağım C kvadrat plus A kvadrat bərabərdir 6-ya. A kvadratıdır 36. Sonra üstü yazaq, üst üzün diaqonalı. Bu da düzbucaqlıdır. Yəni, bunlar 90-da katet hipotenuz. Bunu da verib kök 13. Burada tətbiq edək Pifagoru. A kvadrat üstə gəlib B kvadrat bərabərdir. Kök 13-ün kvadratı ilə 13 edir. Bir də bu qabaqdakı yan üz qaldı. Bu C-dir, burada B-dir. Yəni, bu da B-dir, bu da C-dir. Buradan da diaqonalın, buradan çəkdim. Neçə verib? 7. Toplayanda Pifagordur. Burada 90-dır. C-nin kvadratı plus B-nin kvadratı bərabərdir 49. Bunları toplayaq tərəf-tərəfə olur 2A kvadrat plus 2B kvadrat plus 2C kvadrat bərabərdir. Bunları toplayanda 30, 49, bu da 49, 98. Hər tərəfi 2-yə böləndə A kvadrat plus B kvadrat plus C kvadrat bərabərdir yenə 49. Burada nəyə görə səhv çıxır? Baxın, C kvadrat ilə B kvadrat 49-dur. Gətirib burada B kvadrat ilə C kvadratın yerinə 49 qoysam, onda A kvadrat bərabərdir. 49-dan 49 çıxanda 0 qalır. A da bərabər 0. A məsafədir, parçadır, uzunluqdur. Yəni, til deyirlər də buna, parça, məsafə. Bu 0 ola bilməz. Biz demişik, uzunluq 0-dan böyük olmalıdır. Ona görə burada ödənmir. Amma o birlərdə ödənir. Burada da cavaba yazmışlar ki, belə paralellepet yoxdur. Yəni, mümkün deyil. Cavab, belə paralellepet yoxdur. Sağ olun.